Salamlar. Hoş gördük. Hoş gördük. Bu yolu düzəltdilər, elədilər 2 sağa, 1 düzünə. Ona görə məcbursan ki, burada düz getmək üçün ən sola keçəsən. Belə işlər. Yapon səfirliyi bu binadadır. Həyat Regency. Yaponiyada olmaq istəyirəm. Niyəsə mənə bəlkə də ən maraqlı gələn ölkələrdən biridir. Yaponlar elə bil ki, bütün dünya bir tərəfə, Yaponlar bir tərəfə mənə görə. Çox belə özünə məxsus bir mentalitetləri, düşüncə tərzləri var. Tez-tez görürəm Yapon turistləri bizdə. Ümumiyyətlə bir Yapon turist Azərbaycana niyə gəlir o düzdür mənə maraqlıdır, amma gələnlər var və bildiyim qədərilə hətta bu yaxınlarda qərar qəbul edildi ki, Yaponların Azərbaycana gəlişi üçün vizanı ləğv edirlər. Yəqin ki, burada söhbət asan vizanı ləğv eləyərlər. Yəni bunlar artıq Yaponlar artıq. Zaten Yaponlar bildiyim qədərilə 190 neçə ölkəyə, 196 ölkə səhv eləmirəmsə, vizasız gedirdilər. Vizasız gedirdilər. Bir dənə burnumu qaşıyım. Vizasız gedirdilər 196 ölkə və dünyada Cənubi Koreyadan sonra ikinci ölkə idi ki, bildiyim qədərilə. Hətta bəzən birinci yerə qalxır, bəzən Cənubi Koreya birinci yerə qalxır. Bu iki ölkədə ən çox dünyada vizasız səyahət eləyə bilən pasporta sahib ölkənin vətəndaşlarıdır. Cənubi Koreya və Yaponlar. Və Azərbaycana bu adamlar 196 ölkəyə gedirlər. Yəni bu ölkələrin içərisində Avropa, Amerika, nə bilim böyük güclü ölkələr var. Azərbaycana gələndə viza tələb edir Azərbaycan onlardan. Amma bunu da artıq qaldırdılar. Azərbaycana Yaponlar vizasız gələ biləcək artıq. Yapondur da, yəni tək elə Yapon gəlsin. Yapon nə edə bilər? Yəni Azərbaycanın nə kimi təhlükə törədə bilər ki, buna viza tətbiq olunur, mənə maraqlıdır. Dünyanın ən təhlükəsiz, bu keçsin səsdən. Dünyanın ən təhlükəsiz milləti Yaponlardır, Koreyalılardır. Adamlar başlarını salır 10 saat, 12 saat işləyirlər. Heç kimə problem yaratmırlar, mədəni xalqdılar, ətrafı çirkləndirmirlər. Ən azından gəlsinlər, biraz aramıza qarışsınlar, biraz biz də mədəniyyət. Təbii ki, onlar turistik məqsədlə gələcək, işləməyə gəlməyəcək. Azərbaycanda heç özümüzə iş yoxdur dəqiqə. Qaldı ki, hansısa bir Yapon gəlsin, işləsin burada. Hər bir halda gəlməkləri təbii ki, Yapon turistlərin. Məsələn, mənə görə ərəblərin gəlməyindən Yaponların gəlməyi daha yaxşıdır. Çünki ərəb turistlər biraz niyəsə çox təəssüf ki, hamısını aid eləmirəm, amma təmizliklərinə fikir vermirlər. Biraz hərəkətlərində biraz özünüz görmüşdünüz, şəhidlərə qarşı da hərəkətləri xoş qarşılanmamışdı, hətta həbs olunmuşdu bir neçə Saudiya vətəndaşı. Amma Yaponlarda məsələn elə bir şey görə bilmərsən. Heç bir Yapon gəlib sənin ölkəndə hansısa bir şəhidə hər hansısa bir qeyri-etik hərəkət eləyə bilməz. Nəinki şəhidə, ümumiyyətlə, yəni bu adamların düşüncə tərzi, bu adamların şeyi deyil də. Amma biz ərəbləri buraxırıq ölkəyə vizasız, Yaponları buraxmırıq. Şükür Allah, təzə qanunla artıq Yaponlar gələcək, o gəlsinlər. Yəni ümumiyyətlə Yaponiya niyə rəğbət bəsləyirəm? Bir tərəfdən də bu adamlar dünyada yeganə ölkədir ki, atom silahı bu ölkəyə düşür. Dünyada ikinci başqa bir ölkə yoxdur. Atom nüvə silahına məruz qalan ikinci bir ölkə yoxdur dünyada. Və 2 dəfə nüvə silahı işə salınıb dünyada və ikisi də yenə Yaponiyaya düşüb. Hiroşimaya və Nagasakiyə. Fərqli şəhərlərə. Və bu adamlar dünyanın ən güclü silahına, çox uzaq da tarix deyil, yəni 70-80 il elə də böyük bir tarix deyil. Bu silaha məruz qalırlar və atom nüvə silahının təsirindən çıxıb dünyanın mega ölkəsi olurlar. Dünyaya, yəni adamlar bir növ Amerikalılara kim bəsləmir, Amerikalılara düşmənçilik eləmir. O düşmənçiliklərini elmdə, mübarizədə görürlər. Yəni günü bu gün belə hansısa bir Yapon, hansısa bir Amerikaya qarşı kim bəsləmir də, məsələn İran kimi və ya başqa ölkələr kimi kinli deyil. Halbuki Amerika bəlkə də ən böyük ziyanı Yaponlara vurub da. Amma baxırsan ki, bu adamlar deyir ki, başımızı salaq biz, olmuş bitmiş hadisədir. Biz elmdə, biz şeydə irəli gedək, daha çox çalışaq, daha çox elmlənək. Bu formada dünyanın ən güclü ölkəsinə çevrilək. Bu formada Amerika ilə mübarizə aparaq, ən azından ikinci belə bir hadisə olmasın. Ona görə Yaponlara rəğbətim böyükdür. Həmçinin Koreyalılar özləri, ümumiyyətlə Asiya milləti qayda qanunu sevən olurlar. Yəni biz elə deyilik də, biz Azərbaycanlı Qafqazlar olaraq biraz dəliqanlıyıq. Bizdə hətta belə bir söz var ki, qayda pozulmaq üçündür. Bunu sən bir Yapona desən, o qaydalar pozulmaq üçün yazılır deyirlər.
Azərbaycanda. Sən bunu bir yapona desən, bəlkə də infarkt vurar ölər yapon ki, necə yəni qaydalar pozulmaq üçündür də. Yəni buna axmaq cümlədir deyər. Amma biz yəni o təfəkkür, o mentalitetlə yaşayırıq. Aramızda fərq çox böyükdür. Və onlar da burada məncə yaşaya bilməz. Biz də Yaponiyada yaşaya bilmərik. Bir Azərbaycanda məncə Yaponiyada çox əziyyət çəkər. Yəni o qayda qanunlar, əgər çox belə qayda qanun sevən adam deyilsə, inanmıram ki, o ora uyğunlaşa bilsin. İndi mənim Yaponiyaya təbii ki, mənim vizam yoxdur və yəqin ki, məni buraxmazlar lap vizam olsa belə və xərci də çox olar. Amma Çin vizasızdır və Çinə getmək istəyirəm və böyük ehtimalla da gedəcəm. İnşallah bir-iki başqa işlərim var, onları həll edeyim. Yəni hər hansısa bir ən azından bir Asiya ölkəsini, böyük bir Asiya ölkəsini gəzmək istəyirəm. Maraqlıdır onlar. Həyatları, mentalitetləri, düşüncə tərzləri mənə maraqlı gəlir. Çin bilirsiniz, vizanı ləğv eləyib Azərbaycanla qarşılıqlı. Ona görə Çində gedib bir həftə 10 gün qalaram, gəzərəm oralar çoxlu. Əgər təbii ki getsəm, kameramı da yanımda götürəcəm ki, sizinlə də paylaşım maraqlı olsun. Maraqlı bir video alınsın. Deməli, sifariş gəldi Papayistan. Papayis da bilirsiniz, Azərbaycana təzə gəlib. Gedək götürək. İlk dəfədir ki, Papayistan sifariş götürdüm. İnşallah ki, gecikdirməzlər sifarişi. Heç yeməmişəm Papayistan, amma bir gün yoxlayacağam. Çox böyük növbələr olur. Xüsusilə gəncliyim oldu, fikir verirəm. Lap təzə açanda ümumiyyətlə yəni sifariş vermək mümkün deyil. Yəni o qədər adam çox olur. Gərək saatlarla növbədə gözləyir. İndi biraz adam az olur, amma yenə də növbə çoxdur. Yəni baxırsan ki, digər restoranlarla müqayisədə ən çox hal-hazırda insanların marağını mı cəlb edir və ya həqiqətən də o sevirmi insanlar Papayisi bilmirəm, amma fakt budur ki, hal-hazırda yəni maraq çoxdur Papayisa. Lap Papayisin reklamı kimi oldu. Biraz özümü tutum. Heç bir şirkətin adını çəkməyəcəm da. Ancaq pul qarşılığında qaqaş. Pulu ver, reklam eləyim. Sifarişi Crescent Mall'dan götürmüşəm. Elə indi getdim motosiklet götürdüm. Elə bu sifarişi aparım, verim, oradan da üzü evə tərəf. Sifariş verər, götürərəm. Verməzsə də çıxıb gedərəm evə. Çünki saat 10-dur. Evə getmək vaxtıdır. Yanında svetofor keçək. Gəldik, çatdıq Crescent Mall'a. Uş. Girək, götürək sifarişimizi. Yaxşı, yaxşı. Saxlayaq burada.